Hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Xoş gördük sizləri. Bugün yenə də Xəzər rayonu Binə Savxoz ərazisindəyik. Gözəl bir ünvanda, gözəl bir evin gözəlliyinə baxın. Bir dənə zəhmət olmasa, evin gözəlliyinə baxın. Dəyərli dostlar, evimiz 7-8 daş kürsüdədir. 7-8 daş kürsüdədir, 3 otaq, 1 mətbəxdən ibarətdir. Bütün kommunalların qaydasındadır. Şəbəkə pəncərəsi ilə bu da evimizin çöl görmüşü. Həyətlə rahatçılıqla bir maşın daxil ola biləcəyi qədər həyəti var. Burada da stul açıb oturmağa, yayda dincəlməyə yeri var. Gəlin, zəhmət olmasa parvolla tanış eləyək dostlar. Baxın, gözəl insanlar. Baxın bir dənə. Bir dənə baxın, nə hündürlüyündə padvalı var. Bütün otaqların altına kodu var. Dəyərli dostlar. Hündür ev axtaranların nəzərinə səliqəli, yola yaxın, marşrut xəttinə cəmi ara məsafəsi 50-60 metrə. 50-60 metrə Ülvi bağça yoluna yerləşir. Pilləkənində baxın nə səliqəli yığılıb. Dəyərli dostlar, baxın. Gəl evimizin içərisinə keçək. Belə bir gözəl koridor bizi qarşılayır. İlk öncə belə bir gözəl, səliqəli koridor bizi qarşılayır. Bugünkü günü bircə manat xərc tələb etmir. Xanımların ən çox sevdiyi, bəyəndiyi, xanımlar qədər gözəl olan belə bir gözəl mətbəx. Baxın, xanımların gözəlliyini nəzərə alaraq xanımlar üçün gözəl belə bir mətbəx düzəldilir. Əsl xanımlara yaraşan bir mətbəx. Şəbəkənin pəncərəsi ilə çizgilərlə kimi asılıb, aboyu superdir. Səliqəli belə bir geniş bir mətbəxdir. İlk öncə sizlərə tanış edebilir. Bu isə bizim dəyərli qonaqlarımız üçün. Dəyərli qonaqlarımız üçün belə bir gözəl, möhtəşəm belə bir qonaq otağı. Bir də zəhmət olmasa ətrafını göstərib, turistin demək kimi qoyulub, geniş şəbəkə pəncərəsi ilə birbaşa öz həyətinə baxır, dəyərli dostlar. Geniş belə bir qonaq otağıdır. Bu da isə evimizin yataq otağıdır. Bunu da əlbəttə ki, özümüzü nəzərdə tutmuşuq, belə bir gözəl. Yataq otağı səliqəli, genişlik, yataq otaqlarında genişlik, belə bir gözəl. Yataq otağıdır, kombi xətlərinə kimi çəkilib, sənət bələdiyyədir, etibarnamə ilə algı-satqı olunur, kommunallar da qaydasından da gözəl insandır. Gəlin dövlət otaqlara keçək. Bu evimizin şirin balları üçün gözəl belə bir, xudmanı belə bir otaqdır. Bu bizim gözəl şirin ballarımızın otağıdır. Əlbəttə ki, gözəl ballarımızı düşünərək səliqəli belə bir otaq onlar üçün yaratmışıq. Bu isə sanitar sanzor qovşağıdır. Gördüyünüz kimi, baxın, aksesuarlar da qoyulacaq dəyərli dostlar. Səliqəli belə bir sanitar sanzor qovşağıdır. Dəyərli dostlar, keçək əsas məsələyə. Evimizin real satışan qiyməti 65.000 manatdır. Reallıq olsa endirimimiz də var, dəyərli dostlar. Səhifədəki nömrəni götürün, dərhal zəng edin. Avtobus xəttinə, marşrut xəttinə 50-60 metrə məsafədə.